Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin ve ali Muhammed ve acil faracahum. Allah'ın salamı olsun, salama layık olanlara. Keçən mövzumuz Vahabilərin yaranma tarixindən idi. Bugünkü mövzumuz isə Vahabilərin hiləsindən, yəni kitabları ixtisar etməkdən ibarət olacaq. İxtisar sözün mənası qısaltma, azaltma anlamındadır. Bunu hər kəs bilməlidir ki, inşallah gələcəkdə mövzumuz Vahabilərin iradlarına qarşı əhl-i sünnə mənbələrindən dəlil gətirəndə ay bu qondarma hədisdir, səhihdir, batildir, bu farsların özündən gətirdiyidir dedikdə, bunu bilin ki, onların yalan sözündən başqa bir şey deyildir. Özünüzdə şahidsiniz ki, görürsünüz ki, onlar əhl-i sünnədən sizə dəlil gətirir. Deyən biləsiniz ki, onların sizə qarşı dəlilləri öz təhrif olunmuş saxta kitablarındandır. Çünki heç əhl-i sünnə qardaşlar da onların gətirdiyi dəlili qəbul etmirlər. Səbəb odur ki, artıq sünnilər də sələfilərin hiləgər olduğundan agahdır. Bunu hər bir məzhəb bilir ki, artıq Azərbaycanda da kifayət qədər yayılmış və təhlükə mənbəyi olan Vahabilər özlərinə gah əhl-i sünnə və cəmaət, gah sələfi, gah da başqa adlarla adlandırır. Onlara verilən Vahabi adını qəbul etmirlər. Görünür, bunun özü də dini marif zəif olan xalqa qarşı yönədilmiş bir hilələrindəndir. Vahabi yönümlü alimlərdən olan Alusi Vahabi adını açıq şəkildə etiraz edərək onları Muhammədi adlandırılmalarını tələb etmişdir. İşin qəribə olan tərəfi isə Vahabilər bir məzhəb kimi sünniləri qəbul etmədikləri halda onlar danışıqlarında və yazılarında sünnilərin adından danışırlar. Əslində isə onlar əsr sünni əqidəsinə qarşı çıxır, əsr sünni əqidəsində olanları kafir elan edirlər. Ona görə Vahabilər çəkinmədən əhl-i sünnənin mötəbər kitablarını belə ixtisar edə biliblər. Keçək əsas məsələyə. Vahabilərin hiləsi budur ki, kitablarını ixtisar edib səhih hədislərini aradan götürüb, yerinə batil və dəlil olmayan hədisləri yerləşdirir. Vahabilər İmamiyyə şiyələrin digər məsələlərindən daha artıq elmi məsələlərə yer verdiyinə görə onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Vahabilərin müxalifləri ilə mübarizə yollarında biri də əhl-i sünnətin hədis, təfsir və tarix kitablarının öz mənəviyyətləri yönəmində dəyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını, nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərti ilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsar əlamat gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonraki nəşrlərdə ixtisara salınmışdır. Xüsusilə Vahabilərin nəşriyyatlarla sıx əlaqə yaratması, tərif edilmiş kitabların ucuz qiymətlərə satışı, yaxud daha çox insan kütləsinin əlindən çalsın deyə pulsuz paylanılması kimi işlərdə müttəfiqliyi, müddəamizi inkar edilməz edir. Mən və digər qardaşlar dəfələrlə Vahabilərlə bəhs etdikdə özümüz də şahid oluruq ki, bizə dəlil gətirirlər və o dəlili araşdırdıqda heç bir onda əhl-i sünnədən əsər əlamat yoxdur. Yəni, o kitabın mənbəyi bilinmir. Dərhal bilinir ki, onlar özləri o kitabı dəyişib,
və qondarma hədisləri özünə aid ediblər. Hətta belə onlar utanmadan gözən şiyələrin kitablarından gətirirlər. Elə bilirlər ki, əhl-i şiyə öz kitablarının xəbəri yoxdur. Dərhal biz də kitabları araşdırırıq, onların sözlərindən bir qənaətə bəxş eləmək olmur. Çünki səbəb var ortada. Onların hilləsi budur ki, yanında insanları özünə cəlb eləmək üçün müxtəlif kitablardan istifadə eləsinlər. Onları əgər şiyələrdən çəkinməsə, əhl-i sünnədən, hətta belə Qurana da əl atarlar. Necə ki, bəzi tərcümələrdə səhv də edirlər. Aleyxan Musayev kimilər Quranı düzgün tərcümə elə bilmir. Görsən, elə ayələr var ki, onları səhv tərcümə edib və səhv buna təfsir verirlər. O da ki, uyğun gəlmir. Nə hədislə uyğun gəlir, nə də ki, bəzi, yəni başqa məzhəblərin dəlillərindən heç bir araya gəlmir. Buradan səsimi eşidən hər bir qardaş bacılara müraciət eləmək istəyirəm ki, onların hər gətirdiyinə inanmıyor. Çünki onlar Allahdan qorxmayan bir insanlardır. Zalimdirlər. Onlar heç vaxt müsəlmanlarla bir araya gəlməyib. Onların qanı zəhərli ilanın zəhərinə bənzəyir ki, o zəhərdən heç kim nicat tapmır. Ona görə deyirəm, ehtiyatlı olun. Onlarla bəhs eləmək də mümkün deyil. Çünki onlar heç nəyi qəbul eləmirlər. Onların işi ancaq budur ki, yalan danışmaq, yalan vəd vermək və müsəlmanların başını aldatmaq və hədisləri də dəyişmək. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu bir hədisdə mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır, məzmunlu buyurduğu hədisi İbn Əsir Cəma'ul Usul kitabında, Suyuti Tarixul Xülafada və İbn Həcər Əs-Savaiqul Muhriqə əsərində Səhih Tirmizdən nəql edirlərsə də hazırda Müslimin səhihində və bu rəvayətlərdən əsər əlamat görünmür. Çünki dəyişiblər. Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini ixtisar etmək Vəhabilərin digər bir təbliğ metodlarından hesab olunur. Onlar kitabları oxucu daha çox faydalansın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələri ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək, qısadılmış formada çap edərək yayırlar. Onlar reallıqla